Şef Milyon'la bu günləri inanılmaz badımcan ruleti hazırladım. Keçək hazırlamağına, ha Mili? 3 dənə badımcandır məndə. Badımcanları bir-bir təmizləyirəm. Özüm yekə-yekə götürmüşəm. Ruletdə həmişə çalışın ki, badımcan belə böyük olsun. Onda rahat olur. İçinə içliyi qoyub vurmadım. Belə, başlarını kəsdim. Nazik də yox, çox qalın da yox. Çünki pişəndə lap nazik də eləmirəm. Pişəndə balacalaşır, belə yığılır, nazikləşir lap. Lap nazik də olmağını istəmirəm. Ona görə göstərəcəm necə edirəm. Bu qalınlıqda eləyirəm. Bu qalınlıqda. Badımcanlarımı doğradım. Baxıb deyəcəksiniz ki, tumludur, acılıdır. Yəqin ki, badımcan da belə çıxıb, bilmirdim. Ona görə o da problem deyil. Yəni duza qoyacağam, acısı çıxacaq. Qaba yığıram. Nədir Mili? Gəl. Bu şəkildə. Badımcanları yığdım qaba. Üzərinə duz tökürəm. Mili, gəl. Ha Mili. Duz da əlavə elədim. Suyu da əlavə elədim. Duzu da əlavə elədim. Bu şəkildə saxlayıram suda. Hardasa 15-20 dəqiqə. 15-20 dəqiqədən sonra suyunu süzəcəm. Acılığı çıxsın. Badımcanı 15-20 dəqiqə kənarda saxladım. Suyun rəngi dəyişilib. Baxın. Korичневый rəngində olub. Bunu hamısını boşaldıram. Nə istəyir balam? Sən badımcan yemirsən ki? İşte. Yalan. Yalan. Bu yumdur. Keşendir. Nədir? Göyərti qoymuşam. Göyərti görüb. Badımcanın suyunu da süzdüm. Biraz sıxdım. Belə, yəni çox sıxmadım ki, əzilməsinlər bu şəkildə. Həmişə hazırlayanda, yəni bunu yağda biz qızardırıq da. Yəni badımcan da bol yağ aparır. O salatda çox yağlı olanda belə onu sevmirəm. Yəni evdə də elə sevmirlər. Çox belə yağlı olur badımcan. Ona görə bəzən sobada hazırlayıram. Onda da super alınır. Həm yağ demək olar ki, çox az gedir. Sobada da eyni. Çox dadlı və çox qəşəng alınır. Yağlı kağızı belə qoymuşam listə. Sobanın listinə fərq eləmir. Birinci ilk bunu bura yağlayıram. Badımcanları belə düzürəm. Bu şəkildə. Belə listə yığdım badımcanları. Üzərinə biraz yağ əlavə edirəm. Badımcanlarım hazır oldu. Bu şəkildə, yəni qızardılar. Yığdım üst-üstə. Hazırlayana qədər belə, yəni qurumasın. Qoyuram kənara. Mənə lazım olan, yəni içlik üçün burada qozdur. 100 qram qoz, keşniş. Yəni keşnişi çox götürmürəm. Yəni bu qədər. Sarımsaqdır. Baxın, xırda-xırda olduğuna görə 6 dişdir, amma balaca-balacadılar da. Yəni zövqə görə kim istəsə artıra da bilər, kim istəsə yəni sarımsağın az da vura bilər. Zövqə görədir. Bir də ki xama bir dolu qaşıqdır. Lazım olsa qaçışdıranda baxacağam. Lazım olsa biraz da xama əlavə edəcəm. İndi isə başlayaq hazırlamağa. Qozu atıram blenderdə əzirəm. Xırda-xırda həmin dediyim sarımsaqları, təzə sarımsağı da çox dadlı olur. Xırdaladım. Lap xırda eləmədim. İstəmirəm toz kimi olsun. Belə yeyəndə qoz hiss olunsun istəyirəm. Qozu sarımsaqla blenderdən keçirtdim. Tökdüm qaba. Bunu kənarda saxlayıram. Keşnişi xırdalayıram. Keşnişi də doğradım. Tökürəm.
qozun üzərinə. Və bunun da üzərinə xamanı əlavə edirəm. Dediyim kimi bir xörək qaşığıdır. Belə dolu xörək qaşığıdır. Az olsa yenə əlavə etmək olar. Bunun hamısını belə yaxşıca qatışdırıram. Qatışdırdım. Baxın, belə alınır. Bu şəkildə. Üzərinə duz və zövqə görə qara hissiyat əlavə edirəm. İçliyi qoydum. Baxın, bu şəkildə vururam. Belə. Dolma kimi oldu. Hamısını o şəkildə edirəm. Yenə içlik. İçliyini bol qoyun. Badımcan sevənlər, sevməyənlər də sevəcək. Badımcan sevənləri dadına baxsam, super. Yəni çox sevəcəklər. Badımcanı çox sevirəm. Ondan da çox şeylər hazırlamaq olur. Bu dəfə də istədim bununla sizinlə paylaşam. Dekoru da öz istəyinizə görə bəzəyə bilərsiniz. Mən həmişə elədiyim kimi göstərmək istədim. İstəsəniz mayonezlə də super alınır. Mayonezlə də hazırlayıram. Çox dadlı olur. Yəni zövqə görə. Kim necə istəsə. Hazır oldu. Abunə butonuna basmağı... Ay Mili! Kəndinə. Abunə butonuna basmağı unutmayın. Abunə olun ki, mənə böyük bir motivasiya verir ki, sizinlə yeni videolarla paylaşım. Dadlı yeməklərdən, şirniyyatlarla. Abunə olub like qoyanlara da təşəkkür edirəm. İnşallah hazırlayın, çox sevəcəksiniz. Yəni dadını bilənlər bilir. Bizə gələndə həmişə çox vaxtı mən bunu hazırlayıram qonaqlar evdə olanda və hamı bu resepti soruşub yeyəndən sonra maraqlanırlar. Çünki çox dadlıdır, çox möhtəşəmdir. Siz də hazırlayın, çox sevəcəksiniz. Evdə badımcan varsa və əsasdakı ingrediyenti qozdur. Gedin bunu hazırlayın. Badımcan sevməyən də badımcanı sevəcək.